Salamlayıram dəyərli və hörmətli media tamaşaçılarını, dəyərli dostlarımı. Asıl dünyamızda dərrakəli insan növünə aid olan və həmin insanın həyat fəaliyyətini tənzimləyən, hərəkət verən təbii ki, gücdür. Bəs özlüyündə güc nədir? Güc birinci növbədə insanın mənəviyyatı ilə əlaqədar olaraq onun bütün həyat fəaliyyətini tənzimləyən yeganə varlıqdır. Belə ki, birinci növbədə mənəvi güc özlüyündə insanda əsas rol oynayan amillərdən biridir. Bəs mənəvi güc özü nədir? Mənəvi güc birbaşa insanın daxili səs funksiyasına özündə ehtiva edən və həmin səsin çağırışına cavab verən və əməl etməkdən ibarət olan funksiyaların gelişinə əsaslanır. Və eyni zamanda istisna deyildir ki, insanda ATF enerjisinin bəxş etdiyi və mitoxondrilərin yaratmış olduğu əzələ sisteminə əsaslanan fiziki güc də burada öz funksiyası etibarilə rol oynayır. Belə ki, burada mənəvi güc ilə fiziki güc eyni tərzdə olaraq həmahəng, müştərək olub, eyni səviyyədə, eyni vaxtda bir-biri ilə fəaliyyət göstərib insanın həyatını tənzimləməlidir. Amma unutmaq olmaz ki, əgər fiziki güc birbaşa mənəvi gücdən fərqli olaraq tək başına fəaliyyət göstərərsə və insanın mənəvi gücü denaturasiyaya uğrayarsa, təbii ki, həmin insanın gələcək həyatı əzablarla davam etmiş olacaqdır. Belə ki, bir qrup insanlar mənəvi gücü özlərində denaturasiya etdikdən sonra güc yoxsulluğuna, güc çatışmazlığına malik olduqlarını bildikləri halda onlar öz, demək, zəif, yoxsul mənəviyyətsizliklarını kobudluqla, bayağı zarafatlarla, müxtəlif dəbdəbəli geyimlərlə və eyni zamanda qeyri-millətlərə xas dillərdən götürülmüş termin və mövzularla örtbasdır etməkdən ötürü fəaliyyət göstərərək cəmiyyət içərisində onun demək olar ki, yoxa çıxmasına nail olmaq istəyirlər. Təbii ki, belə insanlar, akademiklər, elm xadimləri, filosoflar, həkimlər və digər peşə sahiblərinin içərisində olsa da, onu da deyə bilərəm ki, bunlar çox azlıq təşkil edirlər. Demək, burada əsas insanın inkişafına təkan verən mənəvi gücdür. Çünki mənəvi güc şərtsiz olaraq anadan gəlmədir, yaradandan gəlmədir və geri dönməzdir, heç vaxt dəyişmir. Odur ki, güc eyni zamanda insanın zərurətidir. Ona görə ki, bu zərurət olduğuna görə onu daima açıq formada göstərməyə qadir olan mənəvi gücdür. Demək, hər bir insan öz mənəvi gücünü saxlamağı bacarmalıdır ki, qocaldıqda fiziki güc azalıb, öz fəaliyyətini itirdikdən sonra mənəvi güc əmsalına əsaslanıb, daima güclü fəaliyyət göstərərək cəmiyyət içərisində mövqeyini saxlaya bilsin. Hamınıza gözəl mənəvi güc arzulamaqla təşəkkür edirəm.